Hörmətli dinləyicilər, dəyərli müəllimlər, əziz şagirdlər və məktəb ailəmizin bütün üzvləri. Bugün gələcəyin işığı FM efirində sizinlə bir araya gəlmək mənim üçün böyük şərəfdir. Mən məktəbimizin 10. sinif şagirdi Zeynəb Babazadə. Hər birinizi salamlayıram və bugünkü xüsusi buraxılışımızın mövzusunda 26 noyabr Dünya İnformasiya gününü keçməzdən əvvəl məlumatın insan həyatındakı yerinə dair dərin bir düşüncə paylaşmaq istəyirəm. İnsan bəşər tarixində hər bir inkişaf, hər bir yenilik, hər bir böyük addım düzgün informasiya ilə başlayır. Məlumat insanı düşünməyə, araşdırmağa, yaratmağa yönəldən görünməz bir qüvvədir. İnformasiya cəmiyyətlərin inkişaf səviyyəsini müəyyən edən ən mürəkkəb və eyni zamanda ən dəyərli resursdur. Təfəkkür təkcə zəka ilə deyil, həm də doğru informasiya ilə işıqlanır. Bu baxımdan Dünya İnformasiya gününün mahiyyəti təkcə bir tarixlə məhdudlaşmır. Əksinə, müasir dünyanın ən həyati nizamlayıcı mexanizminə işıq tutur. Bugün məhz indi 20-ci əsrin qloballaşma dünyasında məlumatın dəqiqliyi, etibarlılığı və operativliyi cəmiyyətin rifahında başlıca şərtlərdəndir. İnformasiya mühiti düzgün qurulmuş cəmiyyətlər həm təhlükəsiz, həm maarifli, həm də dinamik inkişaf edən sosial mühit formalaşdırırlar. Bugünkü verilişimizdə informasiya anlayışının yalnız bir texniki vasitə kimi deyil, ümumi inkişafın hərəkət verici təməli çevrilmiş fundamental dəyər kimi nəzərdən keçirəcəyik. Çünki müasir dünyada informasiya təkcə örtülmür, həm də formalaşdırılır, modelləşdirilir və geniş miqyasda cəmiyyəti təsir edir. Psixoloji müstəvidə və insanın informasiyasını qəbul etmə sürəti, onu emal etmə bacarığı və bəyənmə meyarları mühüm rol oynayır. İnformasiyanın kütlələr üzərində psixoloji təsiri artıq elmi fakt kimi qəbul edilir. Sosioloji nöqteyi nəzərdən informasiya ictimai münasibətdən strukturuna birbaşa təsir göstərən mexanizmdir. Cəmiyyətin informasiya vasitəsilə tənzimlənir, idarə olunur və inkişaf etdirilir. Etik səviyyədə isə məlumatın düzgünlüyü, operativliyi, şəffaflığı və məsuliyyət prinsiplərinin riayət olunması vacibdir. İnformasiyanı idarə edən hər kəs onun məsuliyyəti ilə daşıyır. Dəyərli dinləyicilər, bugün biz məktəb mühitində informasiya mədəniyyəti sahib olmağın nə qədər vacib olduğunu dərk etməliyik. Məktəb təkcə tədris məkanı deyil, həm də şagirdlərin düzgün məlumat toplama, tənqidi düşünmə, araşdırma aparma, faktları təhlil etmə bacarığını inkişaf etdirən mühüm bir sosial mühitdir. Biz, yəni bugün şagirdlər, sabah mütəxəssisləri, alimləri, mühəndisləri, müəllimləri, jurnalistləri, proqramçılar, informasiyanı doğru anlamaq, düzgün istifadə etmək, savadlı şəkildə idarə etmək bizim gələcək fəaliyyətimizin əsasını təşkil edəcək. Bu baxımdan Dünya İnformasiya günü bizə həm də öz üzərimizdə daha çox işləməyi, biliklərimizi genişləndirməyi, tədqiqat bacarıqlarımızı artırmağı xatırladır. Bugünkü buraxılışımızda məhz informasiya dünyasının bəzi maraqlı, düşündürücü və eyni zamanda motivasiya edici faktlarını təqdim etmək istəyirəm. Araşdırmalara əsasən hazırda internetdə hər gün təxminən 328 milyon elektron məktub, 500 milyondan artıq tweet və milyarlarla sosial media paylaşımı edilir. İnsan beyninin bir informasiyanı emal etmə sürəti isə təqribən 120 metr saniyə sürətinə bərabərdir. Statistikaya görə, dünya əhalisindən 67%-dən çoxu aktiv internet istifadəçiləridir və hər bir gün insan ərazidə orta hesabla 6 saatdan artıq vaxtını informasiyalı verməyə sərf edir. Əziz dinləyicilər, məlumat dövründə yaşamaq həm şansdır, həm məsuliyyət. Əgər bugün biz informasiyanı düzgün yönləndirə biliriksə, deməli həm özümüzün, həm də cəmiyyətin inkişafına xidmət edirik. İnformasiya bizi maarifləndirir. Dünya görüşümüzü genişləndirir, həyat dərsimizi formalaşdırır. Bugün biz Dünya İnformasiya gününü qeyd etməkdə yalnız bir tarixi deyil, həm də müasir dünyanın inkişaf fəlsəfəsini dərk edirik. İnformasiya insanları ayırmaq üçün deyil, birləşdirmək üçün olmalıdır. İnformasiya cəmiyyətləri çaşdırmaq üçün deyil, aydınlaşdırmaq üçün olmalıdır. İnformasiya insanları yönəlmək üçün deyil, maarifləndirmək üçün istifadə edilməlidir. Hörmətli dinləyicilər, məktəbimizin rəhbərliyi adından, bütün pedaqoji və texniki heyət adından, məktəb ailəmizin adından Dünya İnformasiya gününü səmimiyyətlə təbrik edirəm. Arzu edirəm ki, hər biriniz doğru məlumatın işlığında, düzgün düşüncənin istiqamətində geniş dünya görüşünə sahib olaraq inkişaf edəsiniz. Unutmayaq ki, bilik insanı ucaldır.
İnformasiya isə bu bilikləri istiqamətlənən yol nişanıdır. Məlumat maarifləndirirsə, insan və cəmiyyətini daha parlaq gələcəyə aparır. Dəyərli dinləyicilər, əziz məktəb ailəsi, bugünkü xüsusi buraxışımızı yekunlaşdırarkən bir daha qeyd etmək istəyirəm ki, informasiya əsrində yaşamaq həm böyük üstünlük, həm də ciddi öhdəlikdir. Hər birimiz bu öhdəliyi şərəflə daşımalı, məlumatı məsuliyyətlə qəbul etməli və onu düzgün istiqamətlə istifadə etməliyik. Mən Zeynəb Abazadə, Gələcəyin İşığı FM-nin bugünkü buraxışını qulaq asdığınız üçün hər birinizi təşəkkür edirəm. Arzu edirəm ki, bugün aldığımız biliklər hər birimiz həyatında işıq gətirsin, gələcəyimizi yön versin. Sağ olun, Mən Zeynəb Abazadə, Gələcəyin İşığı FM-nin bugünkü buraxışını qulaq asdığınız üçün hər birinizi təşəkkür edirəm. Arzu edirəm ki, bugün aldığımız biliklər hər birimizin həyatına işıq gətirsin, gələcəyimizi yön versin. Sağ olun, sağlam olun, məlumatlı qalın. Mən Zeynəb Abazadə, Gələcəyin İşığı FM-nin bugünkü buraxışını qulaq asdığınız üçün hər birinizi təşəkkür edirəm. Arzu edirəm ki, bugün aldığımız biliklər hər birimizin həyatına işıq gətirsin, gələcəyimizi yön versin. Sağ olun, sağlam olun, məlumatlı qalın.